Millət salam. Kanalımda xoş gördük hər birinizi. Bugün kanalımın ilk proyekti olan Datsun 280Z'dən danışmaq istəyirəm sizə. 1976-cı ilin istehsalı olan bu maşın Azərbaycanda yeganə nüsxədir. Biz bu maşını alanda 2021-ci il idi. Maşını müəyyən səbəblərdən restavrasiyasını biraz gecikdirdik. Öncə maşının motorunu burada biraz özümüz korladıq, bilmədən, istəmədən. Kömək eləmək istəyən dostlar kömək elədilər. Amma başqa bir səbəbdən maşının mühərrikini korladıq. Sonra mühərrikin detallarını tapmağa çalışdıq. Təbii ki, maşının Azərbaycanda heç arada, heç bir detalını, heç bir ehtiyac hissəsini tapmaq mümkün deyil. Və biz o detalları gətizdirdik, maşının mühərrikini yığdırdıq. Mühərrik indi çox əla işləyir, çox gözəl işə düşür, hər şey qaydasındadır. Ondan sonra istədik ki, maşını ümumiyyətlə bəzəyək və maşını sürməyə başlayaq. Yəni, üzünü yüngülvari bir kosmetik restavrasiyasını eləyək və maşını sürməyə başlayaq. Amma sonra düşündüm ki, maşını bu şəkildə restavrasiya eləmək istəmirəm. Maşını tam sıfırdan, gördüyünüz vəziyyətdə metaldan restavrasiya eləmək istəyirəm və maşın bu vəziyyətə gəldi. Maşında görülən işlər maşın əvvəlcə gördüyünüz vəziyyətə qədər söküldü, tamam. Metala çıxartdıq maşını və metala çıxardandan sonra maşını göndərdik qumlamaya. Avtomobil ölkəyə gəlib, demək, Moparın, Dodge'un Mopar sub-brendinin rəngində, o rəng deməli, bənövşəyi idi, plum purple rəngi idi, rəngin adı elə gedir, kodunu bilmirəm. Maşın o rəngdə gəlmişdi, amma maşını sökəndən sonra gördük ki, maşın səndimə zavoddan yaşıl rəngdəymiş və maşının yaşıl rəngdə olmasını göstərən detallardan biri, burada da onu sizə göstərmək istəyirəm. Maşının yəqin ki, ən salamat qalmış orijinal detalıdır. Maşın zavoddan bu açıq yaşıl rəngdir. Biz hələ ki maşına hansı rəngdə rəngləyəcəyimizə qərar verməmişik. Amma maşın qumlanıb, gördüyünüz kimi görürsünüz, maşının döşəməsi demək olar ki, yox vəziyyətindədir. Maşın 76-cı ilindir. Maşının yaxşıca bir yaşı var. Ona görə də çürümələrinin olması normaldır. Maşının metaldan bütün çürük məsələlərini çıxardacağıq. Mükəmməl vəziyyətə birinci metalı gətirilecək. Sonraki detallar gətiriləcək, qapıları filan, deməli, kapotu, bagaj qapısıdır, avtomobilin qanatlarıdır, sağ-sol qanatlarıdır, hamısı qumlanıb, hamısına astar vurulacaq. Maşının rəngini hələ ki seçməmişəm, amma maşına maraqlı bir rəng istəyirəm, biraz fərqli bir rəng istəyirəm, standart rənglərdən maşına vurmaq istəmirəm. Əslində, buranın vəziyyəti yaxşıdır, burada çürüklər azdır, iki yerdədir. Zavoddan vurduğu səs izolyasiyası, detallar burada bu şəkildədir. İlkin olaraq üstündə bu disklər olacaq. Bu disklərlə sürmək istəyirəm bir müddət. Ondan sonra gələcəkdə bəlkə də başqa bir şey düşünərəm. Bu maşın çox gözəl bir layihə olacaq.